Mən izləyən hər kəsə Allahın salamı olsun kanalıma xoş gəlmisiniz. Bugün mən sizə çox dadlı, dəndən qalan, bişərkən belə əzilməyən çiyələk mürəbbəsini paylaşacağım. Əsas onu vurğulayım ki, mütləq şəkildə bərk çiyələklər yetişmiş, amma bərk çiyələklərdən istifadə etmək lazımdır. Ümumi burada 3 kilo 50 qram təxminən çiyələk var. O qramları təmizləyərkən getdiyi üçün 3 kilo nəzərinizə tutun. 3 kilo çiyələyə kilo qatıram mən şəkər tozunu. 3 kilo şəkər su qatacağım. Öncəliklə qəşəngcə çiyələkləri yuyuram. Mən öncə yuyub sonra sapaqlarını çıxardacağım. Yuduqdan sonra süzəkdə qoyuram, yaxşıca süzülür. Sonra isə belə mütləq şəkildə böyükləyəndə bişirin ki, bişdikdə dağılmasın. Çox köpdüyü üçün dağılmasın. Belə qat-qat şəkər tozunu bir yeri çiyələyə tökürəm. Gördüyünüz kimi böyükləyəndə istifadə elədim. Çünki belə rahat tərpətmək də olur. Bildiyiniz kimi belə gilə meyvələri mürəbbə bişirərkən qaşıq vurmaq məsləhət deyil. Sadəcə tərpədərək içərisini görəcəksiniz necə edəcəm. Belə bütün çiyələkləri əlavə etdim. Onu vurğulayım ki, əgər çiyələyiniz 3 saat belə saxladıqda tərkibində suyu əmələ gəlirsə, su qatmaq ehtiyac yoxdur. Bəzən olur ki, çiyələkdən qətiyyən su çıxmır. Məsələn, hal-hazırda bu videonu hazırlayanda çiyələk 3 saatdan artıq qaldı, qətiyyən su çıxmadığı üçün mən bir stakandan bir barmaq baş aşağı su əlavə edib gürotda bişirəcəm saxlamadan. Əgər siz görsəniz ki, çiyələyiniz sulanıb, artıq suyu var, onu susuz da bişirə bilərsiniz. İlk 5-10 dəqiqəsini az qaz xodunda, sonrası gürotda. Gürotda bişmək odur ki, çiyələyin rəngi çox gözəl qalır, qaralmır, tez bişir. Bəlkə də baxın, artıq 5 dəqiqə ocağa qoyan kimi başladı qaynamağa, tərkibli su olduğu üçün tez əmələ gəldi. Belə qəşəngcə qaynayır. Qətiyyən belə çalxalayacaqsınız, tərpədəcəksiniz ki, çiyələklər hər üzü yaxşıca pişsin. Yəni kəpkir qaşıq vurmaq məsləhət deyil. Belə də əzilir meyvələr. Pişdikdən sonra dəndən qalır. Bir də onu vurğulayım ki, ocağın yanında dayanmağa ehtiyac yoxdur. Ocağın üstünə dayanır, üzərinin köpüyünü qətiyyən mən yığmıram. Onu da vurğulayım ki, belə köpüyü yığan zaman mürəbbənin şirnisi də gedir. Sonra isə artıq bişməyinə 10 dəqiqə qalmış. Beləcə yarım limonu üzərinə sıxıram. Həm o meyvənin rəngini gözəl saxlayır, həm də qış boyu xarlanmağını qarşısını alır. Sonra təxminən kilosuna görə dəyişir də. 3 kilo mürəbbə təxminən 40-45 dəqiqə ərzində belə bişir. Salfet üzərində yoxlayıram. Əgər salfetə hopmayıb damcılar aşağı tökülürsə, sürətli yox, yavaş damcılar aşağı tökülürsə artıq mürəbbəmiz hazırdır. Sonra isə belə üzərinə yığılan köpüyü ləyəni tərpədərək tam ortaya yığıram. Yığdıqdan sonra isə salfet vasitəsilə təmizləyirəm. Çox asan üsuldur, rahatdır. Yəni mürəbbənin başının üstündə dayanıb kəpkini yığma ehtiyac yoxdur. Sonda belə tərpədərək baxın, artıq yığığı görürsünüz, sonda biraz qalır. Çox asan üsuldur. Tam o köpüklər gedənəcən salfet vasitəsilə götürürsünüz. Baxın, rəngi də çox gözəl alındı. Görünüşü də gözəldir. Dəndən də qalır. Çox da bişirib suyun tamamilə götürməyin ki, biraz belə suda qalsın. Çünki çox dadlı olur. Çiyələk mürəbbəsinin məti də çox dadlı olur. Baxın, dənləri dəndən qalır. Qətiyyən əzilmir, rəngi qaralmır. Çox gözəl al-alva mürəbbə oldu. Sonra isə təmiz bankalara yığıb sərin qaranlıq yerdə saxlamaq olur.